Biz namazda hər gün deyirik, Məliki Yevmiddin. Məliki Yevmiddin nədir? Qiyamət gününün sahibi sənsən. Güya buranın sahibi kimdir ki? Biz orada niyə deyirik? Burada demirik. Qiyamət. Çünki orada, qiyamətdə hamı baş düşəcək ki, həqiqi mülkün sahibi odur. Burada hələ anlamır. Orada Allah sual verəcək məhşərə. Məhşərə verilən sualdır, ayədir bu. Limənil mülk. Mülk kimindir? Kim cavab verir? Hamı susur. Cavab vermək üçün gəlin mən öz dilimə sahibi olum. Deyim ki, sən. Mən dilimin də sahibi deyiləm. Allah bir anlıq götürüb hər şeyi. Limənil mülk cavab verin görüm. Heç heç danışamır. Olur hərdən yuxuda qışqırmaq istəyən, qışqıra bilmirsən, danışmaq istəyən, danışmaq istəyən, danışa bilmirsən, qaçmaq istəyən, qaça bilmirsən, vurmaq istəyən, vura bilmirsən. Sahibi var. Hələ xatırladılar, belə yüngül var. Malikim var, sahibim var. Orada bu qiyamətdə bu baş verir. Bütün məhşərə verilən sual, limənil mülk. Sükut. Cavab özü verir Allah. Lillahil vahidil qəhhar. Mənəm bu aləmin sahibi. Anladınız indi? Ariflər bu dünyada bunu anlar. Məsumlar bu yolu çəkib, bu xətti deyib. Küllə aləm odur. Niyə görə dedik, əlhəmdülillah, bütün həmdlər sənə məxsusdur. Yəni, əslində, nə tərif eləsilər mənə, mən də onunam, sənə gedir çatır. Mənə deyirlər.